Təsəvvür edin, 7-ci əsrdir. Dünyanın taleyi iki nəhəng Bizans və Sasani imperiyaları arasında bölünüb və bu iki nəhəngin düz ortasında heç kimin əhəmiyyət vermədiyi, qum dənələrindən başqa heç nəyi olmayan sonsuz bir səhra var. Heç kim inanmazdı ki, bu səhradan çıxan tək bir adam cəmi 20 il ərzində hər iki imperiyanın təməlini sarsıdacaq və bəşəriyyətin gedişatını əbədi olaraq dəyişəcək. Bugün biz nə möcüzələrdən bəhs edəcəyik, nə də dini doktrinalardan. Bugün biz tarixin ən böyük sosial mühəndisi, ən soyuqqanlı strategini və misilsiz bir psixoloqunu, Məhəmmədi bir tarixi şəxsiyyət kimi analiz edirik. O, bunu necə bacardı? Heç bir rəsmi hərbi təhsili olmayan, ordusu və xəzinəsi olmayan bir yetim necə oldu ki, dünyanın ən güclü hərbi maşınını yaratdı? Bəziləri onun ilahi bir güclə hərəkət etdiyini deyir, bəziləri isə onun sadəcə dövrünün dahi bir manipulyatoru olduğunu. Amma biz hər iki cəbhədən kənara çıxırıq. Biz Bizans xronikalarına, İslam və qeyri-İslam qeydlərinə və müasir şərqşünasların tədqiqatlarına baxacağıq. Bu videoda çobanlıqdan dövlət başçılığına uzanan bir həyatın kodlarını açırıq. Onun insanları ətrafına toplamaq üçün istifadə etdiyi psixoloji yanaşmalara, Mədinə konstitusiyasındakı sekulyar manevrlərdən və heç bir kralın cürət edə bilməyəcəyi o sadə həyat tərzinin əslində necə güclü bir siyasi brend olmasından danışacağıq. Hazır olun, çünki qarşınızda bir peyğəmbərin deyil, tarixin axınını dəyişən tək bir iradənin, Məhəmmədin sənədli portretidir. Məhəmməd Peyğəmbərin həyatını anlamaq üçün 6-cı əsr Hicazının sosial xəritəsinə baxmalıyıq. O dövrdə fərd yox idi, yalnız qəbilə var idi. İnsan yalnız mənsub olduğu qan bağları ilə qorunurdu. Məhəmməd Məkkənin ən nüfuzlu qəbiləsi olan Qureyşin Bəni Haşim qoluna mənsub olsa da, taleyin qəribə bir oyunu ilə bu sistemin həm mərkəzində, həm də tam kənarında idi. Atası Abdullah, o doğulmamış, anası isə Aminə, o cəmi 6 yaşında ikən vəfat etdi. Bu, sadə bir ailə faciəsi deyil, siyasi bir sarsıntı idi. Montgomery Watt özünün Muhammed Mekka əsərində deyir ki, Məhəmmədin yetim qalması onu qəbilə iyerarxiyasının boşluğunda buraxdı. O, aristokrat qanına sahib idi, lakin onu birbaşa himayə edəcək valideyn gücü yox idi. Bu vəziyyət onda müşahidəçi xarakteri formalaşdırırdı. O, cəmiyyətin ən yüksək təbəqəsinin babası Əbdülmütəllibin məclislərdən necə qərar verdiyini görür, eyni zamanda valideynsiz bir uşaq kimi cəmiyyətin ən zəif və əzilən təbəqəsinin ağrılarını hiss edirdi. Bu iki tərəfli baxış bucağı ona gələcəkdə həm varlı tacirlərlə, həm də kimsəsiz qullarla eyni dildə danışmağa imkan verən misilsiz bir empatiya qabiliyyəti qazandırdı. Gəlin, ən mübahisəli mövzuya toxunaq. Məhəmməd Peyğəmbər doğrudanmı yazıb oxumaq bilmirdi? Ənənəvi yanaşma vəhiylərin möcüzəviliyini vurğulamaq üçün onun savadsız olduğunu iddia etsə də, müasir tarixşünaslıq fərqli mənzərə təsvir edir. Robert Hoyland və Patricia Kron kimi revizyonist tarixçilər qeyd edirlər ki, 7-ci əsr Məkkəsi sadə bir çoban kəndi deyil, Bizans, Sasani və Həbəşistan arasında mühüm bir ticarət qovşağı idi. Belə bir mühitdə beynəlxalq karvanları idarə edən, maliyyə hesabatları aparan və ticarət müqavilələri bağlayan Xədicənin baş taciri kimi bir adamın tamamilə savadsız olması iqtisadi baxımdan qeyri-mümkün görünür. Yəni Məhəmməd savadsız deyil, kitabsız bir cəmiyyətin savadlı nümayəndəsi idi. Onun sonradan diplomatik məktublar yazdırması və dövlət arxivləri qurması onun sistemli bir zəkaya və idarə etmə savadına malik olduğunun sübutudur. Məhəmmədin gəncliyində Şama etdiyi ticarət səfərləri onun vizyonunu genişləndirən ən əsas amil idi. Bu səfərlər zamanı o yalnız mal satmırdı, həm də mədəniyyət transferi edirdi. Suriya o zaman Bizansın xristiyan mərkəzi idi. Məhəmməd burada müxtəlif xristiyan təriqətləri, nestorianlar, monofizitlər və onların teoloji mübahisələri ilə tanış oldu. Karvan yolları üzərindəki Haybar və Yəsrib kimi vahələrdə yaşayan Yəhudi icmaları ilə təmas ona Tövrat hekayələri və hüquq sistemləri haqqında dərin məlumat verdi.
Bəzi tarixi mənbələrdə, məsələn, Theophanes the Confessor'un xronikalarında Məhəmmədin Məkkədəki Yunan əsilli kölələrlə və xristian rahibələrlə, məsələn, rahib Bahira və ya Varaka bin Nöffəl ilə sıx ünsiyyətdə olduğu vurğulanır. Obyektiv yanaşma isə belədir. Bir liderin ətrafındakı fərqli mədəniyyətlərdən öyrənməsi onu saxtakar etmir. Əksinə, onun intellektual marağını və siyasi hazırlığını göstərir. O, ətrafındakı qədim Yunan fəlsəfəsinin qalıqlarını, Yəhudi qanunlarını və xristian əxlaqını sintez edərək ərəb cəmiyyətinin anlayacağı tamamilə yeni və dinamik bir model, İslamı ortaya qoydu. Bu, tarixin gördüyü ən böyük sosial mühəndislik nümunəsidir. Məhəmmədin bir müddət çobanlıq etməsi faktı onun psixoloji portretində xüsusi yer tutur. Bir çoban üçün ən vacib xüsusiyyətlər hansılardır? Səbr, müşahidə və sürünü qorumaq instinkti. Səhrada tənha qalan çoban təbiəti və ulduzları müşahidə etmək üçün bol zamana sahib olur. Bu tənhalıq məktəbi Məhəmmədin daxili dünyasını zənginləşdirirdi. O, insanların hərəkətlərini heyvanların instinktləri kimi sadə və eyni zamanda mürəkkəb analiz etməyi öyrəndi. Səhra ona resursların, suyun, qidanın məhdud olduğu bir yerdə strateji qənaəti öyrətdi. Məhəmmədin 25 yaşında özündən yaşca böyük və varlı bir iş qadını olan Xədicə ilə evlənməsi onun karyerasında dönüş nöqtəsidir. Bu evlilik ona iqtisadi qayğılardan azad olub, cəmiyyətin gələcəyi haqqında düşünmək üçün zaman qazandırdı. Yetim Məhəmməd artıq Məkkənin ən güclü qadınının ortağına çevrildi. Tarixçi Maksim Rodinson Muhammed əsərində qeyd edir ki, bu dövrü Məhəmmədin inkubasiya dövrü adlandırmaq olar. O, Məkkənin ticarət oliqarxiyasının daxili işləyişini, rüşvətxorluğu və sosial ədalətsizliyi yaxından izləyirdi. O, inqilabın təməllərini məhz bu müşahidələr üzərində qurdu. O, sadəcə din gətirmədi. O, çürümüş bir klan sisteminə qarşı yeni bir idarə etmə fəlsəfəsi hazırladı. Məkkəni sadəcə çölün ortasında bir kənd kimi təsəvvür etmək böyük tarixi xətadır. Məkkə, Bizansın xristianlığı, Sasani imperiyasının zərdüştlüyü, Həbəşistanın pravoslavlığı və Yəmənin qədim Yəhudi icmaları arasında yerləşən bir neytral ticarət zonası idi. Məhəmmədin yaşadığı cəmiyyətdə bilik şifahi idi, lakin çox sürətlə yayılırdı. Karvansaralarda, bazarlarda və Kəbə ətrafında keçirilən yarmarkalarda yalnız mallar yox, hekayələr, dinlər və fəlsəfələr də mübadilə olunurdu. Məhəmməd ticarət fəaliyyəti sayəsində bu məlumat axınının mərkəzində idi. Robert Hoyland qeyd edir ki, o dövrün ərəbləri monoteist, yəni təkallahlılıq ideyalara tamamilə yad deyildilər. Hənifilik adı altında artıq bütpərəstliyə şübhə ilə yanaşan bir intellektual təbəqə mövcud idi. Məhəmmədin ətrafında ona məlumat öyrətdiyini iddia edən bir neçə spesifik sima və qrup tarixçilərin diqqət mərkəzindədir. Varaka bin Nöffəl, Xədicənin əmisi oğlu olan Varaka xristianlığı qəbul etmiş, ivrit və Yunan dillərini bilən, müqəddəs mətnləri oxuyan bir alim idi. Obyektiv tarixçilər hesab edirlər ki, Məhəmməd ilk dini təcrübələrini yaşayanda məhz Varaka ona bu yaşadıqlarını peyğəmbərlik ənənəsi daxilində interpretasiya etməkdə kömək etmişdi. Yunan əsilli kölələr və Roma təsiri. Məkkədə Bizans ordusundan əsir düşmüş və ya ticarətlə gətirilmiş bir çox Yunan əsilli usta və kölə yaşayırdı. Bu adamlar antik Yunan mifologiyasını, Roma hüququnu və Bizansın siyasi quruluşunu bilirdilər. Bəzi tənqidçilər, məsələn, erkən Bizans xronoloqu Theophanes iddia edir ki, Məhəmməd onlarla uzun söhbətlər edərək qədim dünyanın hekayələrini, məsələn, Zülqərneyn, Makedoniyalı İskəndər haqqında əfsanələri öyrənmişdi. Həbəşistan əlaqələri. Müsəlmanların ilk hicrətinin Həbəşistana olması təsadüfi deyildi. Məhəmməd oradakı xristian krallığının siyasi strukturunu və ədalət sistemini yüksək qiymətləndirirdi. Bu, onun regionun geosiyasi xəritəsini mükəmməl bildiyini göstərir. İslamın tənqid etdiyi bəzi hekayələr rəsmi İncil və Tövratda yoxdur. Lakin apokrifik, yəni kilsənin rəsmən tanımadığı xalq arasında gəzən mətnlərdə mövcuddur. Məsələn, İsa'nın beşikdə danışması İncilin uşaqlıq apokriflərində rast gəlinir.
760'lar Əshab-ı Kəf hekayəsi xristian Bizans əfsanəsidir. Dahili burada gizlənir. Məhəmməd bu hekayələri sadəcə təkrarlamadı, o bu məlumatları ərəbləşdirdi. O dövrün ərəb bədəvisi üçün mürəkkəb Yunan fəlsəfəsi və ya ağır yəhudi hüququ darıxdırıcı idi. Məhəmməd bu məlumatları süzgəcdən keçirərək onları ritmik, qafiyəli və sarsıdıcı bir poeziya ilə təqdim etdi. O, məlumatı sosial silaha çevirdi. Maksim Rodinsonun qeyd etdiyi kimi, Məhəmməd bir din mühəndisi idi. O, mövcud materiallardan istifadə edərək dağılmış ərəb cəmiyyətini birləşdirəcək ən mükəmməl binanı ucaltdı. Məkkəli aristokratların ona qarşı ən böyük ittihamı sən bunları filankəsdən eşidib bizə danışırsan idi və buna Quranın Nəhl surəsi 103-cü ayəsində işarə edilir. Lakin Məhəmmədin onlara verdiyi cavab və tutduğu mövqe onun strateji zəkasını göstərir. O, biliyi yalnız hekayə kimi danışmırdı. O, biliyi cəmiyyəti dəyişdirmək üçün istifadə edirdi. Məsələn, Yəhudilərdən öyrəndiyi vahid tanrı konsepsiyasını Məkkənin iqtisadi inhisarçılığına qarşı istifadə etdi. Çünki hər bir qəbilənin öz bütü olması, Məkkədəki hakim təbəqənin hər kəs üzərində nüfuz sahibi olması demək idi. Yeganə tanrı isə bütün qəbilə imtiyazlarını sıfırlayır və hər kəsi, köləni də, ağanı da eyni müstəviyə gətirirdi. Bu, dini məlumatın siyasi inqilaba çevrilməsi idi. Tarixçi Patricia Kron iddia edir ki, Məhəmmədin mesajı daha çox gec antik dövrün ümumi ruhunu daşıyır. O dövrdə bütün yaxın şərqdə insanlar sonun gəldiyini, qiyamətin yaxın olduğunu və bir xilaskarın gələcəyini gözləyirdilər. Məhəmməd bu kollektiv psixologiyanı çox düzgün oxumuşdu. O, Yunanlardan bəşəriyyətin taleyi haqqında, Yəhudilərdən qanun və intizam haqqında, Xristianlardan isə sevgi və axirət qorxusu haqqında olan elementləri götürərək bunları bədəvi cəsarəti ilə birləşdirdi. Nəticə etibarilə onun doğrudanmı yazıb oxumaq bilməməsi ikinci dərəcəli məsələdir. Əsas olan odur ki, o dövrün ən böyük məlumat arxitektoru idi. O, informasiyanı sadəcə toplamırdı, onu manipulyasiya edərək sıfırdan bir dövlət və bir mədəniyyət yarada biləcək qədər güclü bir ideologiyaya çevirirdi. Çobanlıqdan gələn bir adamın bu qədər mürəkkəb teoloji və hüquqi sistemi bu qədər qısa zamanda qura bilməsi onun misilsiz bir sintez qabiliyyətinə malik olduğunun sübutudur. 6-cı əsrin sonlarında Məkkə iqtisadi çiçəklənmə dövrünü yaşayırdı. Lakin sosial cəhətdən bir barıt çəlləyi idi. Qəbilələr arasında Ficər müharibələri kimi tanınan qanlı toqquşmalar adi hal idi. Belə bir mühitdə ən nadir tapılan valyuta qızıl deyil, etibar idi. Məhəmməd hələ gənc yaşlarında özünün əl-əmin olaraq tanıtmaqla əslində gələcək siyasi karyerası üçün ən böyük kapitalını qoyurdu. Montgomery Watt qeyd edir ki, bu ləqəb sadəcə yalan danışmamaq demək deyildi. Bu, qəbilələr arası rəqabətdə hər kəsin qəbul edə biləcəyi bitərəf hakim statusu idi. Mənbələr qeyd edir ki, hətta ona düşmən olanlar belə ən qiymətli mallarını qoruması üçün Məhəmmədə əmanət edirdilər. Bu bir paradoksdur. İdeologiyasına nifrət etdikləri adamın xarakterinə sığınırdılar. Bu, Məhəmmədin tətbiq etdiyi psixoloji üstünlük taktikası idi. O, dürüstlüyü bir əxlaq norması olmaqla yanaşı, həm də bir siyasi toxunulmazlıq qalxanı kimi istifadə edirdi. Kəbənin təmiri zamanı baş verən məşhur qara daş hadisəsi Məhəmmədin siyasi zəkasının ilk böyük parıltısıdır. Daşı yerinə qoymaq şərəfi üstündə qəbilə rəisləri qılınclarını çəkmişdilər. Qan tökülməsi an məsələsi idi. Məhəmməd nə etdi? O tərəf tutmadı. O problemi kollektiv qələbəyə çevirdi. Əbasını yerə sərdi, daşı ortasına qoydu və hər 4 böyük qəbilə rəisinə əbanın bir küncündən tutmağı tapşırdı. Bu, dahi bir diplomatik manevr idi. Əgər o daşı özü qoysaydı, digər qəbilələr bunu Haşim oğullarının hegemonluğu kimi görəcəkdilər. Əgər bir qəbiləni seçsəydi, digərləri üsyan edəcəkdi. O, hər kəsi şəriki etməklə rəqabəti əməkdaşlığa çevirdi. Bu hadisə müasir konfliktologiyada maraqların bərabərliyi prinsipinə tam uyğun gəlir.
O heç kimi incitmədən hər kəsin egosunu oxşayaraq liderliyi mərkəzləşdirdi. Maksim Rodinson bu hadisəni Məhəmmədin təbii liderlik xarizmasının ən bariz nümunəsi hesab edir. Məhəmmədin insanları ətrafına toplamaq bacarığı onun gündəlik vərdişlərində gizli idi. O dövrün və sonrakı dövrün bioqrafları, məsələn İbn İshaq və müasir tədqiqatçı Martin Links onun sosial davranışlarını belə təsvir edirlər. Biri ilə danışanda yalnız başını deyil, bütün bədəni ilə o tərəfə dönərdi. Bu, qarşı tərəfə sən mənim üçün vacib insansan mesajını verirdi. Bu, müasir liderlik dərslərində keçilən tam diqqət metodudur. O, ailə daxilində çox yumuşaq, lakin dövlət işlərində və prinsiplərdə polad kimi sərt idi. Bu, proqnozlaşdırıla bilən xarakter tərəfdarlarında sonsuz bir təhlükəsizlik hissi yaradırdı. Bir məclisə girəndə baş tərəfə keçməz, harda boş yer varsa orada əyləşərdi. Bu, aşağı təbəqədən olanların onunla rahat ünsiyyət qurmasına, beləliklə də kütləvi sadiqlik yaranmasına səbəb olurdu. Məhəmməd Məkkə oliqarxiyasına qarşı çıxarkən hədəf kütləsini çox dəqiq seçmişdi. Gənclər, qullar və kənarda qalanlar. O dövrün ərəb cəmiyyəti yaşlıların hakimiyyəti altında idi. Məhəmməd isə yeni dünya nizamı vəd edirdi. O, insanlara yalnız cənnət vəd etmirdi. O, onlara bu dünyada ləyaqət və status vəd edirdi. Məsələn, Bilal kimi bir Həbəşistanlı köləni cəmiyyətin ən mühüm vəzifələrindən birinə, azan oxumağa, yəni kommunikasiya rəhbərliyinə gətirməsi o dövr üçün inqilabi bir PR gedişi idi. Bu, bizim sistemimizdə irq yox, bacarıq və sadiqlik önəmlidir mesajı idi. Bu, Roma və Sasani imperiyalarında mümkün olmayan bir sosial mobillik idi. İslami mənbələr onu mükəmməl, günahsız və ilahi ilhamla hərəkət edən möcüzəvi bir varlıq kimi təqdim edir. Qeyri-İslami mənbələr, məsələn Robert Hoyland və Fred Donner kimi tarixçilər hesab edirlər ki, Məhəmməd dövrünün iqtisadi böhranını və qəbilə strukturunun çöküşünə düzgün diaqnoz qoyan bir sosial islahatçı idi. O, dağınıq ərəb enerjisini bir nöqtəyə fokuslamağı bacaran bir siyasi lider idi. 7-ci əsr tarixçisi Sebeos Məhəmmədi Yəhudilər və ərəblər arasında abrahamik kökləri canlandıran, onları vahid məqsəd ətrafında birləşdirən bir rəhbər kimi təsvir edir. Bu erkən mənbə göstərir ki, kənardan baxanlar belə onun dini missiyasından çox birləşdirici siyasi gücünə fokuslanmışdılar. Ssenarinin bu hissəsində onun sadə həyat tərzini vurğulamaq lazımdır. O, öz heyvanlarını sağan, sökük paltarlarını yamayan bir lider obrazı ilə kütlələri hipnoz edirdi. İnsanlar onun üçün ölməyə hazır idilər. Çünki o, onlardan biri kimi görünürdü, amma onlardan daha uzağı görürdü. Onun yemək vərdişləri, az yemək, olanı paylaşmaq və yuxu rejimi belə intizamın göstəricisi idi. Bu fərdi asketizm ona qarşı olanların belə hörmət etdiyi bir mənəvi avtoritet yaradırdı. Məhəmmədin uğuru təsadüfi deyildi. O, cəmiyyətin ən böyük ehtiyacını, etibarı ödəyirdi. Böhranları hamının qazandığı həll yolları ilə idarə edirdi. İnsan mərkəzli, xarizmatik bir liderlik stili formalaşdırmışdı. O, sadəcə bir din təbliğatçısı deyildi. O, insan ruhunun və cəmiyyət dinamikasının ən böyük ustalarından biri idi. Məhəmmədin Məkkədən Mədinəyə köçü bir qaçış deyil, bir strateji yerdəyişmə idi. Məkkənin köhnəlmiş və dəyişikliyə qapalı aristokratiyası daxilində islahat aparmağın qeyri-mümkünlüyünü görən Məhəmməd özünə yeni bir əməliyyat mərkəzi seçdi. Mədinə o dövrdə daxili münaqişələrdən bitap düşmüşdü. Onlara bir peyğəmbərdən çox bir neytral hakim və nizam gətirən lider lazım idi. Məhəmməd bu ehtiyacı dərhal sezdi. O, Mədinəyə daxil olanda bir sərkərdə kimi deyil, barış gətirən bir mütəxəssis kimi girmişdi. Məhəmmədin ilk böyük siyasi aktı tarixdə Mədinə səhifəsi kimi tanınan sənədin imzalanması oldu. Müasir tarixçilər, o cümlədən Stephen Humphreys və Hugh Kennedy bu sənədi siyasi dühanın zirvəsi hesab edirlər. İmzalanan bu konstitusiya Yəhudiləri, bütpərəstləri və müxtəlif müsəlman qruplarını vahid bir siyasi bəndədə,
ümmət daxilində birləşdirdi. Maraqlısı odur ki, buradakı ümmət anlayışı dini deyil, siyasi bir vətəndaşlıq anlamı daşıyırdı. Sənədin əsas maddələrindən biri Mədinənin hər hansı bir xarici hücumdan kollektiv şəkildə qorunması idi. Bu, dinindən asılı olmayaraq hər kəsin şəhər qarşısında hərbi məsuliyyət daşıması demək idi. Qan davaları sistemini ləğv edərək ədalət mühakiməsini fərdlərin və ya qəbilələrin əlindən alıb mərkəzi hakimiyyətə, yəni özünə bağladı. Bu, Thomas Hobbes və Jean-Jacques Rousseau'nun 100 illər sonra yazacaqları ictimai müqavilənin 7-ci əsr tətbiqi idi. Məhəmməd dini təriqət liderliyindən hüquqi suverenliyə keçid etdi. Məhəmməd bir dövlətin ayaqda qalması üçün iqtisadiyyatın və hərbi gücün vacibliyini bilirdi. Mədinədə o, dərhal Məkkənin həyati damarı olan karvan yollarına qarşı strateji blokada tətbiq etməyə başladı. Bədir döyüşü 624-cü il. Bu döyüş yalnız bir iman savaşı deyil, hərbi logistika nümunəsi idi. Məhəmməd su quyularını tutaraq düşməni susuzluqla sınağa çəkdi və öz azsaylı ordusunu coğrafi üstünlüklə yerləşdirdi. Mənbələr qeyd edir ki, Məhəmmədin o dövr üçün mükəmməl bir kəşfiyyat şəbəkəsi var idi. O, düşmənin hər addımını, karvanların yükünü və qəbilələrin daxili münaqişələrini əvvəlcədən öyrənirdi. Xəndək döyüşü 627-ci il. Burada o, ənənəvi ərəb hərbi taktikasını, yəni meydan müharibəsini kənara qoydu. Fars əsilli Salman Farsinin təklifi ilə şəhərin ətrafında xəndək qazdırdı. Bu, mühafizəkar ərəb qəbilələri üçün tamamilə gözlənilməz və qeyri-cəngavər bir hərəkət olsa da, Mədinəni mütləq məhv olmaqdan xilas etdi. Bu, onun praqmatizminin ideologiyadan üstün olduğunun sübutudur. Mədiniyə gələn qaçqınlar və yerli əhali arasında yarana biləcək sosial gərginliyi Məhəmməd dahi bir gedişlə həll etdi. Qardaşlıq sistemi. Hər bir Mədinə sakini bir Məkkəli ilə qardaş elan edildi və öz resurslarını paylaşmağa təşviq edildi. Bu, dövlətin büdcəsinə yük salmadan qaçqın problemini həll edən ən sürətli inteqrasiya modeli idi. O, insanların dini duyğularını iqtisadi həmrəyliyə çevirməyi bacarırdı. Məhəmmədin gündəlik həyatı onun dövlət strategiyasının bir hissəsi idi. O, mühüm qərarları verməzdən əvvəl şura təşkil edir, məsləhətləşmələr edirdi. Bu, tərəfdarlarına siz də idarə etmədə iştirak edirsiniz hissi verir, sadiqliyi artırırdı. Muhammed Həmidullah Le Prophet'də İslam əsərində qeyd edir ki, Məhəmməd o dövrün böyük güclərinə, Bizans, İran, Həbəşistan diplomatik nümayəndələrinə məktublar göndərirdi. Bu, onun kiçik bir vahə dövlətini beynəlxalq subyekt kimi təqdim etmək cəhdi idi. Məhəmməd bu dövrdə bir-biri ilə vuruşan ərəb qəbilələrini vahid bir orduya çevirmək üçün din faktorunu milli kimlik kimi istifadə etdi. Montgomery Watt'un tədbirincə desək, o ərəblərin bədəvi enerjisini mərkəzləşdirib onu xarici ekspansiyaya hazır vəziyyətə gətirdi. Onun hərəkətlərində biz bir utopisti deyil, hər addımını hesablayan, lazım gələndə müqavilələr bağlayan, lazım gələndə isə sərt güc tətbiq edən bir geosiyasətçini görürük. O, doğrudan da oxuma yazma bilməyən bir çoban ola bilərdi. Lakin onun qurduğu dövlət mexanizmi Roma hüququndan və Bizans bürokratiyasından daha funksional bir çevikliyə malik idi. Məhəmməd Peyğəmbərin ən böyük sosial inqilabı qan bağına və var dövlətə əsaslanan ərəb kasta sistemini sarsıtması idi. O dövrün Məkkəsində bir kölə ilə bir əyanın eyni masada oturması qeyri-mümkün idi. O, Əbu Bəkir kimi yüksək təbəqəli, varlı bir tacirlə, Bilal kimi Həbəşistanlı, qaradərli bir köləni və Salman Farsi kimi bir İranlı qəribi eyni cərgəyə düzdü. Bu cəmiyyətin ən alt qatında olanlar üçün inanılmaz bir motivasiya mənbəyi idi. İnsanlar ilk dəfə özlərini əşya kimi deyil, fərd kimi hiss etməyə başladılar. Montgomery Watt qeyd edir ki, Məhəmmədin ətrafında topladığı bu marjinal qruplar onun hərəkatının ən sadiq və ən sarsılmaz nüvəsini təşkil edirdilər. Məhəmmədin liderlik tərzi dövrün despotik hökmdarlarından kəskin şəkildə fərqlənirdi. O, gücünü qorxudan deyil,
heyranlıqdan alırdı. Tarixi mənbələr, məsələn İbn Hişam, onun ən böyük xüsusiyyətlərindən biri kimi heç vaxt müsahibinin sözünü kəsməməsini göstərir. O, hətta ən sadə bədəvinin belə şikayətini sonuna qədər dinləyirdi. Bu, müasir menecmentdə aktiv dinləmə adlanan və sadiqliyi artıran ən güclü vasitədir. O heç vaxt qışqırmaz, sərt reaksiya verməzdi. Hətta ona qarşı kobudluq edənlərə qarşı göstərdiyi fövqəladə səbr rəqiblərini mənəvi cəhətdən tərk-silah edirdi. Bu, bir liderin öz hissləri üzərindəki mütləq hakimiyyətini göstərir. Məhəmməd mən hər şeyi bilirəm deyən bir diktator deyildi. O, kollektiv zəkaya inanan bir strateq idi. Onun hərbi uğurları fərqli mədəniyyətlərdən gələn bilikləri sintez etməsində idi. Onun insanları ətrafına toplamasının ən sadə, lakin ən təsirli yolu həyat tərzi idi. O, bir imperator kimi taxtda oturmurdu. Məscidin tikintisində şəxsən daş daşıyır, xəndək qazılanda hər kəslə birlikdə qazma vururdu. Tarixçi Maksim Rodinson qeyd edir ki, liderin çətinliyi tərəfdarları ilə paylaşması əmrlərin yerinə yetirilmə faizini 100%-ə çatdırır. İnsanlar bizə əmr verən bir ağa deyil, bizimlə birlikdə vuruşan bir rəhbər görürdülər. Məhəmmədin gündəlik həyatı yüksək dərəcədə nizamlanmışdı. O, gününü 3 hissəyə bölürdü: ibadət, ailə və cəmiyyət işləri. Onun süfrəsi çox sadə idi, lakin o süfrə ətrafında ən mürəkkəb siyasi problemlər həll olunurdu. O, yemək vaxtını bir növ açıq qapı gününə çevirmişdi. Hər bir kimsəsiz və ya qəbilə rəisi onunla eyni süfrədə əyləşib dərdini deyə bilirdi. Mənbələr onun zarafatçıl olduğunu, uşaqlarla oynadığını və heyvanlara qarşı fövqəladə mərhəmətini qeyd edir. Bu detallar onun sosial portretini tamamlayır. O, qorxulan bir lider deyil, sevilən bir ata fiquru idi. Maksim Rodinsonun qeyd etdiyi kimi, onun şəxsi cazibəsi onun siyasi proqramının ən güclü təbliğatçısı idi. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat edəndə arxasında yalnız yeni bir din deyil, həm də tamamilə dəyişmiş bir insan tipi qoyub getdi. 23 il əvvəl bir-birini bir dəviyə görə 40 il qıran bədəvilər indi vahid bir missiya ətrafında birləşmiş, intizamlı bir orduya çevrilmişdilər. O bunu necə bacardı? O, ərəblərə yalnız bir Allah deyil, həm də bir məqsəd verdi. O dövrün qeyri-İslami mənbələri, məsələn, müasiri olan Yəhudi və Xristiyan xronikaları, məsələn, Doktrina Jacobi, ərəblərin bu qədər sürətli və qarşısı alınmaz yüksəlişini heyrətlə təsvir edirdilər. Bugün Harvard və Oxford kimi universitetlərin liderlik dərslərində Məhəmmədin strategiyası dəyişən liderlik modelinə ən parlaq nümunə kimi göstərilə bilər. Onun uğur formulu 4 əsas sütun üzərində qurulurdu. Səbir və zamanlama, Məkkədəki 13 illik zülmə dözmək və yalnız doğru zaman gələndə hərəkətə keçmək, strateji tərəfdaşlıq, düşmənlərini belə dost etmək, Xalid bin Vəlid, Əbu Sufyan nümunələri, yüksək empatiya, cəmiyyətin ən alt təbəqəsinin dilini bilmək, dəyişməz hədis, bütün çətinliklərə rəğmən hədəfdən bir addım belə geri çəkilməmək. İstər bir mömin kimi yanaşın, istər bir ateist, istərsə də neytral bir tarixçi. Bir fakt dəyişməzdi. Məhəmməd adlı bir adam yaşadı və o, dünyanı geri dönülməz şəkildə dəyişdi. O, yazı pozu bilməyən bir çoban ola bilərdi, lakin o, insan ruhunu və siyasi mexanikanın ən dərin qatlarını oxumağı bacaran bir dahi idi. Onun yaratdığı sistem o qədər möhkəm idi ki, onun ölümündən sonra belə dağılmadı. Əksinə, cəmi 100 il ərzində Pireney dağlarından Çin sərhədlərinə qədər uzanan bir mədəniyyətin fundamentinə çevrildi. Bu, tarixin təsadüfi deyil, bir insanın polad iradəsinin və sosial intellektinin zəfəri idi. İzlədiyiniz üçün təşəkkürlər.